Ekranda gördüyünüz bu adama diqqətlə baxın. Nəyə bənzəyir? Parkda nəvələrini gəzdirən mehriban bir babaya, yoxsa kilsəyə gedən dindar bir qocaya? Bu mehriban baba əslində Amerikanın ən vəhşi Hanniballarından biri, uşaqların qorxulu yuxusu Boz Adam ləqəbli Albert Fishdir. Ən dəhşətlisi nədir bilirsiniz? 10 yaşlı Grace'i qaçırdıb yeyəndən tam 6 il sonra qızın ailəsinə məktub yazmışdı. Məktubda qızının ətinin dadının necə ləzzətli olduğunu detalları ilə təsvir etmişdi. Bu adam ağır bir mazoxist idi. Bəzən özünə iynə də batırırdı. Əvvəllər iynələri sadəcə batırıb çıxarırdı. Lakin sonradan bunun yetərsiz olduğunu görərək iynələri daha dərinə batırıb içəridə saxlamağa başladı. Həbsdən sonra çəkilmiş rentgen müayinəsi zamanı bədənində 29 iynə aşkarlandı. Ağrıdan zövq alırdı. Sonda elektrik stolunda edam ediləndə bilirsiniz nə dedi? Bunu etmək mənim üçün ən böyük həzz olacaq. Yəni ölümü belə zövq olaraq qəbul edirdi. Albert Fish'in həyatından bəhs edən bir film izləmək istəsəniz, The Gray Man filminə baxa bilərsiniz. Bu filmdə Albertin uşaqlığından ömrünün sonuna qədər həyatını film olaraq təqdim ediblər. Albert Fish'in yazdığı məktub, onun cinayətləri barəsində məlumat almaq istəyirsinizsə, YouTube kanalımdan izləyə bilərsiniz. YouTube kanalımın adı Cinayət Arxividir. İzlədiyiniz üçün çox sağ olun, təşəkkürlər.